Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə birlikdə müsahibə suallarına baxaq. Birinci sualda özünüzü qısa şəkildə təqdim edin. İkinci sualda isə, məsələn, əgər bir şagird bütün fənlərdən yüksək nəticə göstərsə, lakin yalnız sizin fənninizdən 4 qiyməti alsa, qiymətləndirməni dəyişməyi düşünərsinizmi? Nə üçün? Qiymətləndirməni yalnız şagirdin mənim fənnimizi göstərdiyi bilik və bacarıqlara əsasən aparıram. Digər fənlərdəki nəticələr qiymətə təsir etməməlidir. Əgər qiymətləndirmədə texniki hissə və ya obyektiv olmayan məqam aşkarlansa, onu düzəldərəm. Üçüncü sual. Əgər sinifdə bir şagird davamlı şəkildə intizam qaydalarını pozursa və digər valideynlər onu məktəbdən uzaqlaşdırılmasını tələb edirsə, bu vəziyyətdə necə davranardınız? Bu zaman əvvəlcə problemin səbəbini araşdırıb, şagird, valideyn, sinif rəhbəri və məktəb psixoloqu ilə əməkdaşlıq edərdim. Məqsəd şagirdi cəzalandırmaq deyil, davranışını müsbət istiqamətə dəyişməkdir. Məktəbdən uzaqlaşdırılma yalnız qanunvericiliyə və məktəb rəhbərliyinin qərarına uyğun mümkündür və hər bir şagirdin də təhsil alma hüququ olduğu üçün heç bir şagird təhsildən yayınmasına icazə vermək doğru deyil. Dördüncü sual. Öz peşəkar bacarıqlarınızı 10 bal üzərindən necə qiymətləndirərdiniz? Öz peşəkar bacarıqlarımı 10 bal üzərindən 8 bal verərdim. Özümə güvənirəm, lakin müəllim daha öyrənməli və inkişaf etməlidir. Hər zaman yeni metodlar, yanaşmalar öyrənməyə çalışardım. 5-ci sual. Məktəbdə sizə aid olmayan bir problemi görsəniz, müdaxilə edərsinizmi? Əgər problem şagirdlərin təhlükəsizliyi, təlim-tərbiyə prosesi və məktəb mühiti ilə bağlıdırsa, laqeyd qalmaram. Lazım gəldikdə rəhbərliyə məlumat verib, imkanım daxilində kömək edərdim. 6-cı sual. Əgər bir gün bütün qiymətlər ləğv olunsaydı, şagirdləri necə qiymətləndirərdiniz? Bu zaman şagirdlərin inkişafın layihələr, təqdimatlar, müşahidələr, portfolio, praktik tapşırıqlar və şifahi müzakirələr vasitəsilə qiymətləndirərdim. Əsas məqsəd onların qiyməti deyil, gəldikləri nəticədir. 7-ci sual. Sizcə müəllim şagirddən üzr istəməlidirmi? Hansı hallarda? Bəli, müəllim səhv etdiyini anlayarsa və ya şagird qarşısında haqsızlıq edərsə, üzr istəməlidir. Bu müəllimin nüfuzunu azaltmır, əksinə şagirdlərə məsuliyyət və dürüstlük nümunəsi göstərir. 8-ci sual. Bugün müəllim olmaq əvvəlki illəri müqayisədə daha çətindirmi? Nə üçün? Bəli, müasir müəllim yalnız dərs keçmir, eyni zamanda texnologiyadan istifadə edir. Fərqli öyrənmə ehtiyaclarını nəzərə alır, valideynlərlə əməkdaşlıq edir və daim özünü inkişaf etdirir. Buna görə də məsuliyyəti daha böyükdür. Deməli, 9-cu sual. Şagird sizin dərsiniz darıxdırıcıdır desə, ilk reaksiyanız nə olar? Bu zaman müdafiə keçmədən onun fikrini dinləyər, hansı məqamların maraqsız olduğunu öyrənib, dərslərimi daha interaktiv etmək üçün dəyişiklik etməyi düşünərdim. 10-cu sual. Hansı halda şagirdə ikinci şans verərdiniz? Əgər şagird səhvini anlayır, məsuliyyət daşıyır və onu düzəltmək üçün səy göstərirsə, ikinci şansı verərdim. Çünki təhsil yalnız qiymət vermək deyil, həm də inkişaf etməkdir. 11-ci sual. Səhv qiymət yazdığınızı sonradan bilsəniz, nə edərsiniz? Səhvi dərhal düzəldər, şagirdi və lazım gəldikdə valideyni məlumatlandırardım. Obyektivlik müəllimin əsas prinsiplərindən biridir. 12-ci sual. Əgər sinifdə yalnız bir şagird olsaydı, dərsi necə keçərdiniz? Dərsi həmin şagirdin bilik səviyyəsinə və ehtiyaclarına uyğun fərqləşdirərdim. Daha çox praktik fəaliyyət, müzakirə və fərdi tapşırıqlardan istifadə edərdim. 13-cü sual. Sizcə müəllim hər şagirdi eyni şəkildə qiymətləndirə bilərmi? Qiymətləndirmə meyarları hamı üçün eyni olmalıdır. Lakin şagirdlərin fərdi xüsusiyyətlərini və xüsusi təhsil ehtiyaclarını nəzərə alaraq onlara uyğun dəstək göstərmək vacibdir. 14-cü sual. Hansı xüsusiyyətiniz müəllimliyə mane ola bilər? Bəzən özümə qarşı həddindən artıq tələbkar oluram. Lakin bu xüsusiyyət üzərində işləyir, vaxtın düzgün planlaşdırılması və təcrübə ilə onu balanslaşdırmağa çalışıram. 15-ci sual. Rəhbərlik sizdən razıdır, amma valideyn narazıdır. Bu vəziyyətdə nə edərsiniz? Bu zaman valideynlərin narazılığı səbəbini dinləyər, açıq və hörmətli ünsiyyət qurardım. Əgər haqlı irad varsa, onu nəzərə alar və işimdə lazımi dəyişiklik edərdim. 16-cı sual. Dərsinizi izləyən komissiyanın sizi bəyənmədiyini hiss etsəniz, davranışınız dəyişərmi?
Dərsi planlaşdırdığım şəkildə peşəkar və təmkinli davam etdirərdim. Əsas məqsədim şagirdlərin səmərəli öyrənməsidir. Şagird sizə sosial şəbəkədə dostluq göndərsə qəbul edərsinizmi? Peşəkar etik qaydalarını qorumaq üçün şəxsi hesabımda qəbul etməzdim. Hər seçim prosesində müxtəlif meyarlar nəzərə alınır. Ola bilsin ki, həmin vəzifə üçün başqa namizəd daha uyğun hesab edilsin. Bu halda öz üzərimdə işləməyə davam edər və növbəti fürsətlərə çalışardım. 21-ci sual. Bir şagird digər şagirdin uğurunu qısqanarsa necə yanaşarsınız? Şagirdlə fərdi söhbət edər, ona başqaları ilə deyil, öz inkişafı ilə müqayisə aparmağının vacibliyini izah edərdim. Sağlam rəqabət, əməkdaşlıq və qarşılıqlı hörmət mühitinin formalaşmasına çalışardım. Deməli, qısaca sizə müsahibədə veriləcək sualların izahına baxdıq.